Salam əziz şagirdlər, Zennaun bölməsinin davamını, yəni isimlərin cəm formasını izah edirəm. İsimlərin cəm forması Azərbaycan dilində lar, lər şəkilçisi ilə onların çoxluğunu bildirərkən istifadə edirik. İngilis dilində isə bunu əsasən isimlərin sonuna s, yəni s şəkilçisi artıraraq düzəldirik. Yalnız bəzi sonluqlu sözlər var ki, onların sonu s, ss, sh və s. hərflərlə bitir. O zaman s-lər birləşməsin və yaxud deyilişdə maneə olmasın deyə onları is şəkilçisi artıraraq düzəldirik. Yalnız bəzi isimlər vardır ki, onlar bu hərflərdən hansısa biri ilə bitsə belə is yox, birbaşa s şəkilçisi artırırıq. Və eyni zamanda bəzi isimlər də vardır ki, onlar həm s, həm də is şəkilçisi ilə düzələ bilir. Sonra əziz şagirdlər, bizim 7 isimimiz var ki, o isimlər s şəkilçisi ilə yox, kökdən dəyişərək cəmlənir. Bunları mütləq şəkildə əzbər bilməliyik ki, və ən aktiv işlənən isimlərdir. Men olur, woman, women olur, foot, feet, tooth, teeth, goose, geese, loose, lies, mouse, mice və s. Və davamı olaraq child və ox sözlərinin sonuna yenə də s artırmaq olmaz. n şəkilçisi artıraraq n səslənir. Child, children, an ox, oxen olaraq tələffüz olunur. Əgər ismin sonu y hərfi ilə bitərsə, iki cürə cəmlənmə forması olur. Y-dan əvvəl said gələrsə, o zaman yalnız s şəkilçisi artırıq. Ancaq y-dan əvvəl samit səs gələrsə, o zaman y düşür. is şəkilçisi, yəni is oxunan bir şəkilci artırılır. Məsələn, öncəsi saitlə bitərsə, boy, boys, toy, toys və s. Y-dan öncə samit gələrsə, lady, ladies, baby, babies və s. Sonu f və f hərfləri ilə bitən isimlər vardır ki, onlarda f hərfi düşərək vs şəkilçisi, vis şəkilçisi artıraraq düzəlir. Əlbəttə ki, bu bütün f ilə bitən sözlərə aid deyil. Yalnız istisnalarımız var. Bunlar hamısı qeyd olunmuşdur burada. Live, lives, life, lives və s. Və f ilə bitib sonu vs ilə düzəlməyənlər də burada qeyd olunmuşdur. Və əziz şagirdlər, həmişə cəm formada işlənən isimlərimiz də vardır. Bunlar 3 cürədir, 3 kateqoriyaya bölünübdür. 2 deməli hissədən ibarət olan isimlər, sonu s ilə bitən həmişə cəm olan isimlərimiz var və sonu s ilə bitməyən həmişə cəmdə olan isimlərimiz var. Bu isimlər heç vaxt tək xəbərlə uzlaşmaz. Həmişə cəm götürürlər. They, them, their ilə əvəz olunar. These, those əvəzlikləri ilə onların işlənməsi mümkündür. En artiklı ilə heç vaxt işlənə bilməzlər. Məsələn, trousers sözü şalvar sözdə 2 ayrılmaz hissədən ibarətdir. Cins sözü yenə şalvar nəzərdə tutur. Spectacles, glasses bunlar eynək deməkdir. Eynəyin 2 gözü olduğuna görə həmişə cəmdir. Scissors, qayçı 2 tərəfli olduğuna görə həmişə cəmdədir. Və s. Sonu s ilə bitən good, small, əmtəhə, çoxluqdan söhbət gedir burada. Troops, qoşun deməkdir. Sonra stairs, pilləkən çox sayda olduğuna görə həmişə cəmdədir. Wages, maaş, yəni 1 manatdan ibarət olmadığı üçün həmişə cəmdədir.
və sairə. Sonu s-lə bitməyənlərimiz də var. Məsələn, polis sözü. Əgər polis sözü ilə qarşılaşırıqsa, o heç vaxt en artiklı götürməz. Burada ümumilikdə polislərdən söhbət gedir. Ancaq bizim qarşımıza policeman, policewoman sözü gəlsə, o zaman o cəm sayılmaz. Policeman demək olar. Policewoman demək olar. O zaman o mürəkkəb isim olduğuna görə man, woman sözləri cəmlənəcək. Yəni polis sözü cəm götürülməyəcək. Poultry ən çox testlərdə qarşımıza çıxan sözdür. Ev quşları deməkdir. Cattle sözü malqara çox testlərdə qarşımıza çıxır. Burada yəni ümumilikdə malqaralardan söhbət gedir. Ona görə həmişə cəmdədir. Gentry, people sözü çox qarşımıza çıxır. Yəni people sözü ancaq əziz şagirdlər iki cür işlənə bilər. Xalqdan söhbət gedər. Əgər xalqdan söhbət gedirsə, bir xalqdan söhbət gedə bilər. Həm tək, həm də cəm formada. Amma ən çox qarşımıza cəm formada çıxır. Polis sözündə istifadə etdiyim kimi, man, woman tərkibində olan mürəkkəb isimlərdə cəmlənmə yalnız man, woman sözündə baş verir. Yəni, sözün kökündə heç bir dəyişiklik olmur. Man, woman sözü kökdən dəyişən isim, cəm isim olduğuna görə kökdən dəyişərək cəmlənəcək. Sonra bəzi man sözü ilə bitən isimlər var ki, onları burada işarələmişəm. 4 sözümüz var. Aktiv qarşımıza çıxan normal, Roman, German, human. Bu sözlərin tərkibində man olsa da bunlar sadə isimdir. Yəni orada mürəkkəb isim deyil, man hissəsi ayrıca bir söz ifadə etmir. Ona görə də onun cəmlənməsi s şəkli ilə baş verir. Orada məni menə çevirmək olmaz. Sonra həmişə təkdə olan isimlərimiz var. Biz yaxşı bilirik ki, birinci izahdan bizim sayıla bilməyən isimlər var ingilis dilində. Onlar sayıla bilmədiyinə görə rəqəmlə işlənə bilməz, çoxala bilməz. Yalnız təkdə ola bilər. Onların çoxluğunu göstərmək üçün tutum bildirən sözlərdən istifadə olunur. Özləri heç vaxt s qəbul etməz, cəmlənməz. Yəni, həmişə təkdə olan əsasən isimlərimiz sayıla bilməyən isimlərdir. Bunlardan bilirsiniz ki, news sözü, xəbər sözü, idman oyunlarının adları, elm-fən adları, yəni hər biri sayıla bilməyən isimlərdir ki, onların sonu s-lə bitə bilər. Bu göstərici deyil ki, bu cəmdədir. Amma cəm deyirlər. Yəni, cəm ola bilmirlər. Təkdə və cəmdə eyni olan isimlərimiz də var. Məsələn, sheep, deer, fish, swine bu sözlərin təkin cəmin ayırt etmək üçün artiklından istifadə olunur. Əgər artikl qarşısında yoxdursa, demək ki, söhbət cəmdən gedir. Yəni, sheep sözündə sheep deyilsə, yalnız sheepdirsə, o zaman qoyunlar deməkdir. Deerdirsə, marallar. Fish, balıqlar. Swine, donuzlar. Yəni, bu sözlər çox qarşımıza çıxacaq. Hətta isimlərin yəlik halında belə bu sözlərlə qarşılaşacağıq. Yəni, bunlar heç vaxt s qəbul etmir, heç bir halda. Apostrof s qəbul edə bilər, amma s apostrof qəbul etməz. Yəni, özünə bitişik s hərfi yazmaq qətiyyən olmaz. Əgər varsa, o zaman o səhvdir.